Başlayırıq. İşlədiniz, amma çətin gəldi. Əslində elə çətin dərs deyil. Yəni qısacası nədir orda? Şagird özü bilik qurucusudur. Özü kəşf edir, özü nəticəyə gəlir. Müəllim hazır izah vermir, müəllim sadəcə yönləndirir. Belə. Yəqin ki, testlərdə səhvlərimiz var. Başlayaq. Nədən başlayaq? Qoy taksonomiyadan başlayaq. Onu göndərim özümə. Yəqin işləmisiniz də taksonomiyanda. Deməli, səhvlərinizi yazın taksonomiyada. Sınaq 50. Səhvləri yazın baxaq. 2, 3, 7. Tamam. Deməli, 2-də deyir ki, müəllim verilmiş təlim nəticələrindən. İndi mən deyəcəm, yenə yazarsınız ki, hansı mərhələdir. Deyir, müəllim verilmiş təlim nəticələrindən hansını qiymətləndirərkən idraç taksonomiyasının fərqli mərhələsindən istifadə edəcək. Demək istəyir ki, 4-ü eyni mərhələ olacaq, biri başqa fərqli mərhələ. İndi deyin görək, A variantı coğrafi informasiya sistemlərini nümunələr göstərir. Bu hansı mərhələyə aiddir? Ay, sağ ol. B-də deyir ki, coğrafi informasiya sistemlərini şərh edir. Ay, sağ ol. C-də deyir ki, süni intellekt sistemlərini nümunələrlə şərh edir. Ay, sağ ol. Burada 2 dənə açar sözümü, həm nümunə gətirmək, həm şərh etmək. D-də deyir ki, internetdə axtarış apararkən axtarış qaydalarından istifadə edir. Bəli, tətbiq. E-də deyir ki, ekspert sistemlərini nümunələrlə şərh edir. Bəli, deməli 4-ü anlamaq idi. Bir dənə D variantı tətbiq oldu. Sonra 3-cü sual çaşdırıcıdır. Kim 3-ü yazıbsa 100%, nəsə əminəm ki, cavabda gedib E yazıb, yəqin ki. Ki, nə var, orada yaradır sözü var. Deməli 3-də nə deyir? Verilmiş təlim nəticələrindən hansı idraç taksonomiyasının ən yüksək mərhələsi ilə qiymətləndiriləcək? Keçən dəfə də var idi belə bir sual. Orada da, yəni ən yüksək yaratmaqdır təbii ki. Amma ola bilər cavablarda yaratmaq olmasın. Cavablarda yaratmaq olmayanda demək dəyərləndirməni axtarırıq. Dəyərləndirmə olmayanda deməli təhlili axtarırıq. Yəni belə də sırayla gedirik. İndi baxaq. Deyir ki, kompüterdə elektrik enerji sərfiyyatını dəyərləndirir. Hansı mərhələdir? Ay, sağ ol, dəyərləndirmək. B-də deyir ki, böyük verilənlər texnologiyasını şərh edir. B hansı mərhələdir? Ay, sağ ol, anlamaq. C-də deyir ki, informasiya cəmiyyətinin xüsusiyyətlərinə aid təqdimat hazırlayır. C-də tətbiq. Bəli, tətbiq. D-də deyir ki, müəyyən proqram təminatı əsasında kompüteri uzaqdan idarə edir. Ay, sağ ol, yenə tətbiq. E-də deyir ki, öz istifadəçi hesabını yaradır. Buradakı yaradır sözü bizi çaşdırmaq üçündür. Nə demişdik? Taksonomiyada feillərə, sözlərə %100 aldanmırıq. Tətbiqdir, bəli.
Öz istifadəçi hesabını biz gündə neçə dənə hesab yaradırıq özümüzə. Nə bilim, nə hesabı yaradırıq? TikTok, Instagram, Facebook və sairə və ilaxır. İndi digər saytlar tanımıram. Axırda nəsə hesab yaradırıq. Özümüzdən nəsə kəşf etmirik ki, orada müəyyən qaydalar var. Hamımız eyni qaydalarla gedirik də. Hamımız orada ad yazırıq, soyad yazırıq, Gmail adresi yazırıq, nömrə yazırıq və sair. Hamımız eyni qayda ilə gedirik. Yəni burada özümüzdən nəsə kəşf etmirik. Ona görə E də tətbiqdir. Deməli burada ən yüksək səviyyə A oldu. Niyə? Çünki dəyərləndirmə mərhələsidir. Yaratmağa heç nə yox idi. Sonra neçə 5 yazmısınız. Verilmiş suallardan hansı şagirdlərdə idrak taksonomiyasının təhlil etmə mərhələsini deyir, inkişafına əsaslanır. Deyir ki, Bluetooth texnologiyasının elə hə cavab bu olacaq. Çatışmazlıqlarını müəyyənləşdirin. Və yadda saxlayın. Təhlili bu cür yadda saxlayın. Nəyinsə deyirsə ki, çatışmazlığını müəyyənləşdirin. Deməli bunun çatışan tərəfi də var. Mən çatışmazlığı müəyyən etmək üçün nə etməliyəm bunu? Analiz edəcəm də, yəni o araşdıracağam, ələkdən keçirəcəm ki, çatışmayan tərəfləri üzə çıxarım. Demək ki, bunun çatışan tərəfləri də var da. Ona görə elə təhlil A-dır. Bəs yaxşı, B-də deyir ki, web forum nədir və onun işinin mahiyyəti nədən ibarətdir? Bu hansı mərhələdir? Fərqli cavablar gəldi. Xatırlamaq, anlamaq. Burada deyir ki, web forum nədir və onun işinin mahiyyəti nədən ibarətdir? Konkret bir cavab istəyir. Biz də o cavabı deyirik, xatırlamaq mərhələsi. C-də deyir ki, o bizi çaşdıran suallardan sizcə, amma sizcəyə baxmırıq. Sosial şəbəkələrin hansı müsbət və mənfi cəhətləri var? Bəli, çünki bizim fikrimizi soruşur. Mən ola bilər, yaxşı şeylər deyərəm, sən pis şeylər deyərsən, hərə öz fikrini, hərənin öz baxış bucağı var. Bu olur dəyərləndirmə mərhələsi. D-də deyir ki, hansısa aktyorun çəkdiyi filmlərin sayını tapmaq üçün kino bazasında sorğunu necə verərdiniz? Dəyərləndirmək yazmısınız, hələ ona cavab vermirəm, çünki E variantı da biraz ora oxşuyur. E-də deyir ki, əgər sizə orta məktəbi bitirdiyi il ali məktəbə qəbul olunmuş şagirdlərin siyahısı lazım olarsa, sorğu şərtini necə verəcəksiniz? Nə olacaq E? Amma belə deyək də, təhlil deyil, xeyr. Bəli, bax tətbiq yazan oldu, tətbiqdir. Bax sorğu vermək həm cədvəl kimi olur. Həm də ki, orada bir proses var, bir işin icrası var. Həm də deyir, necə verəcəksiniz? Bax, necə? Bir işin icrası var, o ardıcıllığı deməlisən və tətbiq edirsən. Ona görə bayaq D-nin cavabını demədim. Ay, sağ ol. D ilə E ikisi də tətbiqdir. Sonra 5-də cavab A idi. 5-dən sonra 7 idi. 7. Deməli, tarix müəllimi, hə, bunu keçməmişik, bəlkə ona görə səhv yazırsınız. Tarix müəllimi Arzu müəllim şagirdlərə 1840-cı il inzibati və məhkəmə islahatlarının nəticələri ilə bağlı olan müzakirədə iştirak etməyi tapşırdı. Müəllimin təşkil etdiyi öyrənmə fəaliyyəti nəsə şagirddə hansı emosional taksonomiyanı deyir, inkişaf etdirir. Müzakirə belə deyim də sizə cavab vermə mərhələsinin açar sözüdür. Çünki müzakirədə sual-cavab var. Sən deyirsən, mən deyirəm. Ona görə müzakirə ilə cavab vermənin açar sözüdür. 7-dən 12-yə qədər varmı? Yoxdur yəqin ki. 12-yə baxaq. 12.
Deməli, deyir, müəllim öyrənmə fəaliyyətini təşkil edərkən klaster iş üsulundan istifadə edir. Müəllimin məqsədi şagirdlərdə idrak taksonomiyasının hansı mərhələsini yoxlamaqdır. Hə, indi belə deyim də, inşallah siz keçəndə kurikulumda bütün mövzuları, bu suallar artıq sizə tam oturacaq. Çünki kurikulumda mövzular bir-biri ilə zəncirvari şəkildə bağlıdır. Baxın, klaster nədir? Klaster iş üsuludur. Hətta formativ və diaqnostik qiymətləndirmədə istifadə olunur. Burada mövcud biliklər aktivləşir. Elə bil uşaqlara ümumi bir anlayış deyirsən, uşaq onun haqqında sənə mövcud olan, yəni beynində olan məlumatları yadına salıb deyir. Yəni xatırlamaq mərhələsi. 12-də cavab xatırlamadır. 11. Deməli 11. Verilmiş təlim nəticələrindən hansı idrak taksonomiyasının daha yüksək mərhələsi ilə yenə də həmişəki suallardandır. Yenə də daha yüksək yaratmaqdır, amma yaratmaq olmasa dəyərləndirmə tapmalıyıq, olmasa təhlil tapmalıyıq. Yəni də belə tapa-tapa getməliyik. İndi mən yenə deyirəm, siz ora yazın ki, o hansı mərhələdir. A-da deyir ki, yerin sutqalıq və illik hərəkəti ilə yerdə həyatın mövcudluğunu əlaqələndirir. Hansı mərhələdir? Ay, sağ ol, anlamaq. Əhalinin təbii artımının miqrasiyaların səbəblərini izah edir. Hansı mərhələdir? Ay, sağ ol, anlamaq. Coğrafiya elminin inkişafını müasir istiqamətlərini araşdırır. Ay, sağ ol, təhlil. Yəni ki, müasir istiqamətlərini araşdırsa, deməli bunun müasir olmayan istiqamətləri də var. Yəni əvvəlki versiyada var. Orada müasir istiqamətləri araşdırır. Təhlildir. D-də deyir ki, təsərrüfat inkişafında təbii ehtiyatların rolunu şərh edir. Ay, sağ ol. Ekoloji problemlərin insan həyatına təsirini sadalayır. Bəli, sadalamaq, sıralamaq, xatırlamaq aiddir. Deməli, anlamaq var idi, təhlil var idi, xatırlamaq var idi. İçlərində ən yüksək nə oldu? C variantı. Çünki təhlil etmək bunların içində ən yüksək sayıldı. Daha sonra 11, 12-yə baxdıq. Sonra 16. 16 nə qədər adam yazdı? 13 də var. 13 də iş üsullarına aiddir. Dərsin sonunda müəllim 3-2-1 iş üsulundan istifadə etməklə refleksiya apardı. Aparılmış refleksiya şagirdlərdə nəysə taksonomiyanın hansı mərhələsində inkişaf etdiyini göstərir. Əslində belə deyim də, düzdür, cavabda verməyib, amma zaten cavabda anlamaq mərhələsini versəydi, xatırlamağa gərək verməsin. Ya da hər ikisini versəydi, biz anlamağı seçərdik. Çünki 3-2-1 iş üsulunun tərifimi deyim, izahımı deyim budur. Şagirdin anlama səviyyəsini ölçür, mənimsəmə səviyyəsini ölçür. Yəni 3-2-1 iş üsulu refleksiya mərhələsində olur, yəni dərsin sonunda. Elə bil müəllim dərsi izah edir. Ondan sonra başlayır sual-cavab eləməkdə. Görün bu uşaqlar dərsi nə qədər anlayıblar. Hə, əgər görürsüz, anlamaq mərhələsinin adı yoxdur. Olsaydı onu seçərdik, amma yoxdur. Niyə xatırlamaq? Çünki müəllim deyir, hə, uşaqlar, deyin görün bugün 3 dənə nə öyrəndik? Nə öyrəndik? Bax, xatırlayıb deyəcək. 2 dənə nə sizə maraqlı gəldi? Xatırlayıb deyəcək. Ona görə cavab xatırlamaq çıxıb. Sonra 16, çox adamda 16 yazıb. Görək hansı sualdır ki o? 16. Müəllim, hə, bunu da keçməmişik ona görə. Burada sizin açar sözlə həmin dəqiqə tapmaq olur. Müəllim dərsə başlayanda şagirdlərə aşağıdakı məlumatı verir. Əslində bu boyda mövzun, belə deyim də, sualı heç oxumağın yeri yoxdur. Oradakı açar sözümüz nədir? Maket. Maketi hazırlamaq. Maketdir, layihədir, nə bilim, sonra nə deyim sizə, karikaturadır, slayddır, videodur. Bunların hamısının hazırlanması artikulyasiyadır. 16-da cavab A-dır. 16-dan sonra var 16-dan sonra. 18, tamam. Hə, bunu da yazacağam. Yenə siz yazarsınız hansı mərhələdir. Verilənlərdən hansı şagirdlərdə yenə, hə, burada deyir ki, taksonomiyanın anlama mərhələsinin inkişafına əsaslanır. Biz burada anlamanı axtarmalıyıq.
A-da deyir ki, respublika ərazisində ətraf mühitin çirklənməsi və mühafizəsinə dair görülən tədbirlər haqqında fikirlərini əks etdirən diaqram çəkir. Hansı mərhələdir? Ay, sağ ol. B-də deyir ki, siqaret, alkoqol və narkotiklərin insan orqanizminə mənfi təsirini araşdırır. Hansı mərhələdir? Ay sala, bayaq da dedim. O bayaq nə idi? Deyir çatışmayan tərəfləri. Burada da deyir mənfi tərəfləri. Mənfi tərəflərini araşdırırsa, deməli bunun müsbət tərəfi də var da. İkinci açar sözü də nə idi? Araşdırır. Araşdırır da bizim açar sözümüzdür, təhlil. C-də deyir ki, respublika ərazisində ətraf mühitin çirklənməsi və mühafizəsinə dair görülən tədbirlər haqqında fikirlərini şərh edir. Bəli, anlamaq. Elə cavab buydu. D-də deyir ki, insanı öyrənən elm sahələrini şərh edir və kiçik təqdimatlar hazırlayır. Ay sağ ol. Bax, şərh edirə qədər anlamaq idi. Ondan sonraki gələn cümlə artıq oldu tətbiq etmək. Mühit amilinin insan orqanizminə təsirini müqayisə edir. Yəqin kim ki yazmış deyə 18-ci sual 100% cavab eyni yazıb müqayisəyə görə. Amma müqayisə edir demişdik, həm anlamaqda, həm təhlildə var. Burada niyə cavab anlamaq deyil, təhlildir? Çünki deyir axı, yenə də deyirəm, bəyəm insan orqanizminə təkcə mühit amili təsir edir? Yox, bir çox amillər təsir edir. Amma bu bizdən mühit amilinin, görürsüz, önə çıxarma var. İnsan orqanizminə təsirini müqayisə edir. Bu olur təhlil. Var başqa? 18-dən sonra. Yoxdur ki, keçirəm Brunnerə. 19 var. Gözləyim dəqiqə qoşulan var. Hə, 19. Verilmiş təlim nəticələrindən qiymətləndirilməsi idrak taksonomiyasının hansı mərhələsi ilə ölçüləcək? Bir sözlə deyir ki, yəni hansı mərhələdir? İnsan orqanizmini təşkil edən sümüklərin quruluşunu öyrənmək üçün təcrübələr aparır və nəticələri izah edir. Hansı mərhələdir? Ay, sağ ol, anlamaqdır da izah edir. İnsan orqanizmindəki sümük toxmasının tərkibinə dair riyazi hesablamaları aparır və nəticələrini ümumiləşdirir. Bu hansı mərhələdir? Ay, sağ ol. Baxın, izah edir, şərh edir, ümumiləşdirir, qruplaşdırır, müqayisə edir, interpretasiya edir, nümunə gətirir, misal gətirir, nümunə gətirərək izah edir və sair. Bunların hamısı anlamaq mərhələsinin açar sözləridir. 20-ci sual var, yoxsa düz yazmısınız? Bitdi, müəllimlər. Keçim o birisinə. Keçirəm ha, çıxıram burdan. Deyirəm axı ola bilməz ki, olmasın. 20-də deyir ki, aşağıdakı suallardan hansı idrak taksonomiyasının təhlil etmə mərhələsinin inkişafına əsaslanır? A-da deyir ki, deməli təhlil etməni axtarırıq. A-da deyir ki, ölkəmizin ərazisində yağıntıların paylanmasında hansı qanuna uyğunluq nəzərə çarpır? Hansı mərhələdir? Nə oldu? A variantı hansı mərhələdir? Baxın, qanuna uyğunluq ay, sağ ol, xatırlama. Qanuna uyğunluq soruşursa, qanuna uyğunluq adından məlumdur da, tərif, qayda soruşur bizdən. Bu xatırlamaqdır. B-də deyir ki, Avropa ilə Asiyada yağıntıların ərazi müxtəlifliyi üzrə paylanmasını müqayisə edin. Bəli, təhlil budur. Deməli, həm müqayisə edin var. Müqayisə edin 2 yerdə idi, anlamaq və təhlil. Burada artıq bir önə çıxarma var. Demir ki, sadəcə yağıntıları müqayisə elə. Deyir ki, ərazi müxtəlifliyi üzrə hissələrə parçalayırsınız bunu. Bu olur təhlil etmək. Cavab elə buydu. C-də deyir ki, yer kürəsində hansı əsas iqlim qurşaqları var? Bu çaşdırır artıq. 100% səhv yazan bəlkə də C-ni yazıb.
Bəli, biz nə demişdik? Götürüb əsas, ən, bəli, qüvvətlendirici ədad ola bilər, önə çıxarma ola bilər, amma həmişə təhlil götürmürük axı. Hətta dərsi izah eləyəndə də demişdim ki, məsələn, mən sizə deyirəm ki, dünyanın ən hündür şəlaləsi hansıdır? Ən deməyim o demək deyil ki, mən önə çıxartdım. Bu xatırlamaq, yadıma salıram. Elə bu da C xatırlamaq. D-də deyir ki, Aşıq Ələsgər hansı şeirində Azərbaycan iqlimindən bəhs edir? Ay, sağ ol, düzdür. Günəş işığı və istiliyi işıqlanma qurşaqları üzrə necə dəyişir? Günəş işığı və istiliyi işıqlanma qurşaqları üzrə necə dəyişir? Hansıdır? Xatırlamaq deyil, bunun cavabı anlamaqdır. Bəli, anlamaq. Belə. Mən elə bildim ki, bu gün uje sizdə taksonomiyada az olar səhv. Niyə bəs bu qədər çıxır? Deməli, time 2026 test. Səhifə neçədəydi? Hunner 221. Hə, ay sağ ol, yazmısınız. İndi səhvlərin nömrəsini yazın, bu dəfə özünüzə oxutduracam. M kimdir? Adlarınız elə düşür, mən də ona görə elə deyirəm. M oxuyursunuzmu? Özünüzü təqdim edin. Oxuya bilirsiniz? Salam müəllimə, mən Tağıyeva Sağ- Mətanət. Hə, Mətanət xanım, neçənci ikinci sualı yazmısınız. Zəhmət olmasa ikinci sualı oxuyun, buna aydınlıq gətirək ki, görək niyə səhv yazmışıq. Cədvələ əsasən uyğunsuzluğu müəyyənləşdirmək lazımdır. Doğru, hərəki ikonik, simvolik təqdim etmə formalarından istifadə şagirdin eyni anlayışı müxtəlif səviyyələrdə dərk etməsinə imkan verir. Abstrakt məzmunun daha əlçatan öyrədilməsini təmin edir. Düz deyir, səhv deyir. Bu doğrudur məncə. Ay, sağ ol. Bəli, göz ardıcıllığı da elə düz yazıb. Doğrudur. Brunnerə görə şagirdin öyrənmə marağı, mükafat və cəza kimi xarici təsirlərdən daha çox kəşf etmə həvəsi və daxili motivasiya ilə əlaqələndirilir. Aha. Bu da doğru olmalıdır. Ay, sağ ol, bu da düzdür. Spiralvari kurikulum əsas ideyaların tədris boyu mərhələli şəkildə yenidən işlənməsinin imkanı yaradır. Hər mərhələdə dərinləşmə şagirdin biliklərini sistemləşdirir. Aha, düzdür, səhvdir. Bu səhv. Spiralvari Səhv deyil kurikulum axı, nə doğru idi? bu. Ay, spiralvari kurikulum nə idi? Deyin. O təkrar öyrənmə yolu idi, təkrarlardan istifadə olunmalı idi. Ən mürəkkəbdən uşağın yaşına uyğun Yaşı yox. Əksinə yaşı təqsib edirdi. Deyirdi ki, ən mürəkkəb mövzu belə sadələşdirilib, elə birinci sinifdən, bəli, sadədən mürəkkəbə uşağa keçirilə bilər. Hər il həmin mövzu daha da çətinləşərək şagirdə keçirilə bilər. Bu olur dərinləşən spiralvari kurikulum. Aha, bu da doğru fikirdir. 4-də nə deyir? Brunnerin yanaşması şagirdin öyrənmə prosesinə fəal rol almasına təşviq edir. Biliklərin tədqiqat yolu ilə əldə edilməsini öyrənmənin keyfiyyətini artırdığını vurğulayır. Brunnerin elə nəzəriyyəsinin adı nədir? Nə deyir? Tədqiqat əsaslı öyrənmə. Yəni kəşf. Dəhşət ki yazdım. Yəni kəşf edərək öyrənmə. Burada da elə onu demirmi? Deyir, Brunnerin yanaşması şagirdin öyrənmə prosesində, yəni dərsi öyrənərkən fəal rol almasını təşviq edir. Bəli, deyir ki, aktiv rolda şagird özü olsun. Biliklərin tədqiqat yolu ilə əldə edilməsinin, yəni özü araşdırıb, özü kəşf edərək həmin biliyə çatsın, keyfiyyətinin, deyir, öyrənmənin keyfiyyətini artırdığını vurğulayır. Deyir, o zaman uşaq daha keyfiyyətli öyrənir, daha da dərsin mahiyyətini dərk eləyir. Bəli, düz fikirdir. Bizdən uyğunsuzluğu istəyir.
Doğrudan doğru, yanlışdan yanlış götürməli, yox, bağışlayın, üzr istəyirəm, uyğunsuzluq. Doğrudan yanlış, yanlışdan doğru götürməli idim. İndi necə götürürük? 4-ü də doğru çıxıb. 3 ilə 4 yanlış olmalı Ay, deyil. Tamam. sağ ol. Bəli, yanlışın altında görürsüz uyğunsuz istəyir axı. Bu işarəyə uyğunsuz olan bunlardır da. 3 ilə 4-ü götürürük. A variantı. Jalə xanım, 3-cü sualı oxuyun. Jalə Talıblı idi deyəsən. Bir dəqiqə qoy düzəldim. Hə. 3-cü sualı oxuyun. Salam müəllim, hər vaxtınız Salam, xeyir. hər vaxtınız xeyir. Adım. Oxuyuram. Hansı situasiya tədqiqat əsaslı öyrənmənin mahiyyətini daha dəqiq əks etdirir? A. Müəllim bir neçə nümunə təqdim edib, şagirdlərdən bu nümunələr arasında əlaqə tapmaq istəyir. Daha sonra əldə olunan ideyalar ümumiləşdirilir və qayda formalaşdırılaraq yeni tapşırıqlarda tətbiq olunur. Mhm. B. Müəllim nümunələri nümayiş etdirir, şagirdlər müxtəlif izahları irəli sürür. Müəllim nümunələri, deməli, müəllim müzakirəni yönləndirərək daha uyğun hesab edilən izah üzərində dayanır. Həmin izah əsasında mövzu davam etdirilir. C isə müəllim eyni anlayışa aid, ancaq fərqli deməli, nəticələr verən nümunələr seçir. Şagirdlər fərqlərin səbəbini izah etmək üçün ehtimallar irəli sürür və bu ehtimalları yeni nümunələrdə yoxlayıb ümumi qaydaları dəqiqləşdirirlər. Müəllim mövzuya aid əsas qaydanı təqdim edir. Şagirdlər isə qaydanın müxtəlif nümunələrdə necə işləndiyini göstərərək onu möhkəmləndirirlər. Müəllim ardıcıl tapşırıqları təqdim edir. Şagirdlər bu tapşırıqları yerinə yetirərək mövzuya aid əsas anlayışı mərhələli şəkildə formalaşdırırlar. Belə deyək, D ümumiyyətlə başdan səhvdir. Çünki müəllim deyir qaydanı təqdim edir. Burada qayda təqdim etmək yox idi. Siz hansı cavab yazmışdınız? Mən B yazmışdım. B yazmışdınız. Müəllim nümunələri nümayiş etdirir. Bir dənə sizə belə bir şey deyim. Testlərdə tez-tez qarşınıza belə bir sual çıxacaq da. İndi hələ təzə-təzəsiz də sonra görəcəksiniz ki, hə, doğrudan da belə olurmuş. Bax, görürsüz yazıb ki, daha dəqiq əks etdirir. Bu o deməkdir ki, 2-3 dənə, bəlkə də 4 dənə, bəlkə də cavabların 5-i də sizə düz kimi gələcək. Amma biz ən düzgünü tapmalıyıq. Burada bir neçə cavab bizə biraz uyğun gəlir, amma biz ən dolğun, ən düzgün cavab tapmalıyıq. D ümumiyyətlə səhvdir. D heç uyğun gəlmir. E-də deyir ki, müəllim ardıcıl tapşırıqlar təqdim edir. Şagirdlər bu tapşırıqları yerinə yetirən mövzuya aid əsas anlayışı mərhələ şey. Burada da nə istəyir? Tədqiqat əsaslı öyrənmək istəyir. Nəyə əlaqə müəllim tapşırıq təqdim elədi, uşaq da tapşırığı yerinə yetirdi. Hanı tədqiqat? Hanı kəşf etmək? Bu da başdan elə səhvdir. Gəldik B-yə. Müəllim nümunələri nümayiş etdirir, şagirdlər müxtəlif izahlar irəli sürür, müəllim müzakirəni yönləndirərək daha uyğun hesab edilən izah üzərində dayanır, həmin izah əsasında mövzu davam etdirilir. Hanı burada tədqiqat, hanı burada kəşf etmə? Burada deyir ki, müəllim sadəcə nümunələr verir, uşaqlar müzakirə edir, müəllim də belə deyim də uyğun gələn, yəni müzakirəni doğru izah verənin üzərində dayanıb mövzunu oradan da davam etdirir. Yenə də hər şeyin çox hissəni müəllim elədi. Düz deyil. Niyə C? Niyə C? Hətta deyəsən bir dənə belə bir sual işləmişdik ki, maddələrə aid idi. Biri kağızı cırır, o birisi yandırır. Görürsüz fərqli nümunələrdir, amma eyni anlayış aiddir ki, o kağızın aqibəti nə oldu? Bax, C ona görə uyğundur. Eyni anlayış aid fərqli. Bəli. Tam başa düşməmişdim ona görə. İndi daha yaxşı başa düşdüm. Yox, hələ təzəsiz. Təbii ki, zaman-zaman tutacaqsınız tempini. Sonra Mətanət xanım idi da, deyəsən, yox, Humay Təhməzova 5 yazıb. 4 var idi kimdəsə? Yoxdur deyəsən, hə. 5-i Humay Təhməzova oxuyun. Axşamınız xeyir müəllim, oxuyuram. Salam, axşamınız xeyir. Deməli, deyir ki, aşağıdakilərdən hansı Brunerin koqnitiv öyrənmə yanaşmasına uyğundur? A variantı. Müəllim sinifdə müxtəlif fiqur və obyektlər gətirir. Şagirdlər perimetri ölçür və nəticələrini lövhədə yazırlar. Müəllim o nəticələri ümumiləşdirərək perimetrin qaydasını izah edir. Şagirdlər qaydanı yeni nümunələrlə tətbiq edirlər. Bu məncə uyğun deyil. Ay, siz niyə uyğun deyil? Orasını deyin. Şagirdlər perimetri ölçür. Çünki müəllim sadədən mürəkkəbə doğru da, yəni şagirdlərə birdən-birə perimetri ölçülməsi. Həm də ki, baxın, müəllim bu nəticələri ümumiləşdirərək perimetrin qaydasını izah edir.
Müəllim qaydanı hazır şəkildə vermirdi də, onlara ona Ay görə də sağ uyğun ol. deyil. Bəli, bəli, bəli. Ona görə getdi. Müəllim sinifə müxtəlif fiqur və obyektlər təqdim edir. Şagirdlər seçdikləri üsulla perimetri tapır və nəticələri müqayisə edirlər. Müəllim sualları əsasında şagirdlərin nəyi ölçdük sualına ortaq qızaq qoyur. Ümumi qaydanı ifadə edilən bu doğru fikrə oxşar, çünki Ay sağ ol. cavabı Bəli. onların özündən alır. Ay sağ. Ümumi qaydaya özləri gəldi. Buna nə deyirdik? İnduktiv məntiq. Nümunədən qaydaya gəldilər özləri. Məntiq cavab buydu. Siz nə yazmışdınız? C. C variantı. Aha, oxuyun. Müəllim ip, ölçü lenti və iş vərəqi paylayır. Şagirdlər vərəqdə göstərilən ardıcıllıqla ölçməni aparır və nəticələr cədvəldə qeyd edilir. Daha sonra müəllim düsturu təqdim edir və şagirdlər əldə etdikləri nəticələr düsturlu yoxlayırlar. Burada da müəllim hazır düsturu verib deyə bəlkə də uyğun deyil. Bilirsiz niyə? Müəllim tamam payladı. Eyni bura gözümüzün qabağına gətirək sıxlıq anlayışını. Müəllim nə etmişdi? Vanna gətirdi, əşyaları gətirdi. Uşaqlar özləri elədi. Amma burada deyir ki, şagirdlər vərəqdə göstərilən ardıcıllıqla ölçməni aparır. Hazır vermişəm uşağa. Özü eləmədi heç nəyi. Ona görə C-ni götürmürük. Deyini oxuyum. Müəllim sinifdə bir nümunə üzərində perimetrin tapılmasını mərhələli şəkildə göstərir. Şagirdlərə oxşar tapşırıqlar verib qısa müzakirə aparır. Daha sonra müəllim perimetrin standart düsturuna əsaslanaraq tapşırıqların yerinə yetirilməsini təşkil edir. Burada da müəllimin elədiyindən əsasən uşaqlar başqa nümunələr gətirir də. Yəni yenə də Həm də baxın, lövhədə bir nümunə üzərində perimetrin tapılmasını müəllim mərhələli şəkildə göstərir. Uşağı heç nəyə buraxmayıb, özü edir hər şeyi. Bəli. Sonra deyir ki, müəllim perimetri anlayışını təqdim edir, düsturunu izah edir. Burada da yenə müəllim hazır şəkildə təqdim Ay sağ ol. Burada da özü hazır təqdim elədi. Tamam, görüm altını Mətanət xanım da deyəsən yazmışdı. Mən Mətanət orada xanım. uyğunsuzluğu seçmişəm ona görə. Hə, aydın da. Uyğun Əla. başa düşdüm. Tamam. Aynur İsmailova 7. Müəllim altını mən də yazmışdım. Hə, qaranlıq idi. Hə, tamam, altını oxuyun. Deməli, cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. 1. Spiralvari kurikulum yanaşmasında əsas ideyalar müxtəlif mərhələlərdə yenidən nəzərdən keçirilir, anlayışların məzmunu genişlənir və daha yüksək səviyyəli problemlərin həllinə yönəlir. Bu düzgündür. Bəli, düzdür. Brunnerə görə bir mövzu bir yaş səviyyəsində necə təqdim olunursa, sonrakı yaşlarda da eyni formada saxlanılmalıdır. Təqdimat formasını dəyişmək anlayışı qarışdırır. Brunnerdə belə bir şey yox idi. Əksinə. Bəli. Təqdimat getdikcə sadədən mürəkkəbə doğru. Bəli, hər il çətinləşməli idi, bəli. Deməli, Brunnerə görə şagirdlər yeni bilikləri, oxşarlıq və fərqliləri müəyyənləşdirməklə kateqoriyalara ayırır. Bu prosesdə anlayışlar mərhələli şəkildə sistemləşdirilir. Şagirdlər yeni bilikləri, oxşarlıq müəyyənləşdirilir. Bu düzgündür məncə. Bəli, bu doğru fikirdir. Daha sonra Brunner yanaşması biliyin ilkin olaraq sosial münasibətlər və qarşılıqlı təsir prosesinə meydana gəldiyin ön plana çıxarır. Onda sosial münasibətlər yox idi axı. Deməli, ilkin olaraq sosial münasibət özü deyir ki, Brunner yanaşması biliyin ilkin olaraq sosial münasibətlər və qarşılıqlı təsir. Bu Lev Vygotskyinin fikridir. Lev Vygotsky deyir ki, öyrənmənin mərkəzində sosial inkişaf durur. Yəni sosial münasibətlər, qarşılıqlı münasibətlər durur. Bu Brunnerin yanaşması deyildi. Ona görə 4 səhvdir. Nə götürürük indi? 1-3. Niyə 3? 1-i götürdük. Çünki uyğunluq istəyir. Uyğun. 1-4. Ay, çünki yanlışın altında yanlışı götürürük. B variantı. Aynur xanım 7-ni oxuya bilmir. 7-ni başqa səhv yazan var? Kim oxuyar? Kim oxumaq istəyir, oxusun. Niyə belə passivsiz? Deyin, Rahilə xanım. Rahilə Quluzadə 7-ni oxuyun. Rahilə xanım. Salam müəllim. Səs asa Salam. bilmirəm. Eybi yox.
Deməli, tarix dərsində şagirdlərə səbəb-nəticə əlaqələri anlayışı izah edilir. Lakin fərqli tarixi hadisələr üzrə tapşırıqlar təqdim olunduqda şagirdlər hansı amilin səbəb, hansı nəticə olduğunu müəyyənləşdirmədə çətinlik çəkirlər. Bu anlayışın şagirdlər tərəfindən kifayət qədər mənimsədilmədiyini göstərir. Şagirdin çətinliyi hansı pedaqoji yanaşma ilə daha səmərəli şəkildə aradan qaldırıla bilər? Deməli, birincidə müəllim səbəb-nəticə anlayışını daha aydın etmək üçün mövzunu yenidən izah etməli, əsas terminləri vurğulamalı və şagirdlərdən bu terminləri düzgün şəkildə istifadə etmələri üçün şərait yaratmalıdır. Bunu düzgün götürmədik, çünki burada şagird üzərinə çox da məsuliyyət düşmür. Demək olar ki, bütün işi müəllim özü görür. Aha. Müəllim tarixi hadisələrin səbəb və nəticələrini hazır sxem və cədvəllər şəklində təqdim edərək şagirdlərin bu strukturu yadda saxlamasına yönəltməlidir. Bu da, yəni müəllim hallı şəkildə sxemi Aha. göstərir və yenə də uşaqların isə çox da məsuliyyət düşmür. Şagirdlərin çaşqınlığını Özü yadda saxlama deyir ancaq. Bəli. Şagirdlərin çaşqınlığının qarşısını almaq üçün müəllim hər hadisə üzrə səbəb və nəticəni özü müəyyənləşdirməli və bunu model kimi təqdim etməlidir. Yenə də burada müəllim özü eləyir. Şagirdlərdən kəşf yolu bir şey tələb olunmur. Mövzunun möhkəmləndirilməsi məqsədilə müəllim səbəb-nəticə əlaqəsinə dair çoxsaylı test tapşırıqları tətbiq edərək düzgün cavabları məşq etdirməlidir. Burada da yenə kəşf yolu heç bir şey olmur. Müəllim özü test tapşırıqlarını hazır gətirir, uşaq testi sadəcə yazır. variantında isə müəllim şagirdləri hadisələri, sxemlər və zaman oxları üzərində təhlil etməyə cəlb etməli və bu təsvirlərdən çıxış edərək səbəb-nəticənin əlaqələrini özlərinin qurmasına şərait yaratmalıdır. Burada şagirdlər özləri təhlil edirlər, sxemlər qururlar və kəşf yolu ilə öyrənirlər. Əla, düzdür. Düzdür. Getdik. 7-dən sonra neçə yazmışdıq, baxım görüm. Dəqiqə. Qalxa bilmədim. Yox. 19. Yox. 9. Mətanət xanım. Buradasınız? Bəli, buradayam. Oxuyum. Bəli. Aşağıdakı hallardan hansında müəllimin şagirdlərə dəstəyi Brunerin təlim yanaşmasına daha çox uyğun gəlir? A. Müəllimin mürəkkəb tapşırığı mərhələlərə ayırır. Bu, hər mərhələnin icra qaydasını nümunə üzərində nümayiş etdirir. Şagirdlər təqdim olunan ardıcıllıq əsasında tapşırığı yerinə yetirirlər. Bu uyğun deyil məncə. Bəli. Məncə yazmışam əslində. Cavab B-dir. Müəllim tapşırıq üzərində işləyərkən şagirdlərin ehtiyacına uyğun suallar təqdim edir. Şagirdlər ideyaları formalaşdırdıqca dəstəyin səviyyəsini tədricən azaldır. Aha. Əslində, Var idi də yəqin ki, bizdə yaxşı dəstək. oxumamışam bunu, ona görə Aha. hesab yazmışam. Müəllim tapşırıq zamanı başlıca istiqamətləri verir. Şagirdlərin cavabları izləyərək müzakirə gedişində daha səmərəli yanaşmanı ön plana çəkir. Burada sadəcə istiqamət verir. Amma bizdə dəstəkdən söhbət getdi ki, dəstəkdə nə demişdik? Dəstək verib, sonra zaman-zaman o dəstəyi Onu azaltmasını. azaltmalıdır. Ay, sağ Dəstəyini B-dir cavab. azaltmalıdır. D. Müəllim şagirdlərə araşdırma tapşırığı təqdim edir. Proses boyunca müşahidə aparır və müzakirənin yekun nəticələrinin paylaşılması mərhələsində təşkil edir. Bu da məncə uyğun deyil. Aha, deyil. Müəllim tapşırığın əvvəlində gözlənilən nəticə və qiymətləndirmə çərçivəsini açıqlayır. Şagirdlər isə bu çərçivəyə uyğun həll yolları üzərində işləyirlər. Burada da Burada hazır cavablar verir. verməli deyildi məncə. Ay, sağ, bəli. Bəli. 9-dan sonra 19. Var 19-a qədər. 9-larda nəsə problemimiz var. Jalə xanım 11. Oxuyun. Oxuyum müəllim. Bəli, bəli, bəli. Müəllim yol hərəkəti ilə bağlı müxtəlif situasiyaları əks etdirən illüstrasiyalar təqdim edib, bu təsvirlərdə təhlükəsiz davranışları, əlamətləri ilə risk yaradan əlamətləri müəyyənləşdirməyi tapşırır. Şagirdlər situasiyaları təhlükəsiz və təhlükəli olaraq müqayisə edib fərqləndirirlər. Hər bir təsvir üzrə bu şəkilə əsasən uşaq nə etməlidir? Sualına cavab şəkildə verilən konkret əlamətlərə və dəlillərə istinad etmək əsaslandırırlar. Aşağıdakılardan hansı verilmiş situasiya ilə daha çox uyğunluq təşkil edir?
A variantında müəllim sağlam qidalanma ilə bağlı şəkillər göstərir. Şagirdlər onları sağlam və zərərli başlıqlar ilə qruplaşdırır və sonra müəllim düzgün cavabları elan edir. Nəticədə şagirdlər əsasən müəllimin izahına əsaslanaraq səbəbləri yazırlar. Burada daha çox müəllimin belə deyək də köməyi ilə olur. 2B variantında müəllim zorakılığın qarşısının alınması ilə bağlı şəkilləri qarşı formada təqdim edir və şagirdlər onları məntiqi ardıcılıqla düzərək məzmununu izah edirlər. Daha sonra şagirdlər son şəkilə əsasən bu situasiyada şagird nə etməlidir sualına cavabı görünən konkret əlamətlərə istinad etməklə əsaslandırırlar. Artıq şagirdlər öz fikirlərini burada yürüdürlər. Ay, sağ ol, bəli. B variantında isə müəllim sağlam vərdişlərlə bağlı şəkillər nümayiş etdirir. Şagirdlər təhlükəsiz davranış seçir. Bununla belə niyə sualına cavab vermə əvəzinə seçimi işarələyirlər. Burada da müəllimin özünün ön planda olmasıdır. Müəllim emosiyaları əks etdirən şəkillər təqdim edir və şagirdlər bu şəkilləri müqayisə edərək emosiyanı adlandırırlar. Daha sonra onlar həmin emosiyaları yaşadıkları şəxsi bir hadisədən nümunə götürüb bölüşürlər. Burada seçim üçün konkret dəlil istinad göz ardı edilir. E isə müəllim internet təhlükəsizliyi ilə bağlı şəkil təsvirlər göstərir. Şagirdlər situasiyanı müqayisə edir və nə etməlidir sualını cavablandırır. Lakin əsaslandırma məncə görünmür müəllimə. Məncə deməli belədir səviyyəsində qalır. Baxın, cavab B idi. Fikir verirsiniz, burada da deyir ki, konkret əlamətlərə istinad etməklə əsaslandırırlar. Sualda da nə soruşur? Deyir ki, bu şəklə əsasən uşaq nə etməlidir sualına cavabı şəkildə verilən konkret əlamətlərə və dəlillərə istinad etməklə əsaslandırırlar. Bizə də deyirdi ki, bu situasiya ilə, bu sualla uyğunluq təşkil edən, yəni buna oxşayan bir cavab seçin. Bir dənə də nəyəsə əsasən o deyir əlamətlərə, dəlillərə istinad etməklə əsaslandırmaq bir dənə B variantındaydı. B düzdür. Getdik 19 Humay xanım. Oxuyursunuz Humay xanım? Bəli. Müəllim kəsir anlayışını əvvəlcə meyvələrin bölünməsi üzərində göstərir. Sonra şəkilli modellərdən istifadə edir. Sonda isə kəsirləri riyazi işarələrdə ifadə etməyə tapşırır. Bu yanaşma Brunner'in təlim nəzəriyyəsinə uyğun nəzəriyyəsinin əsas səbəbi nədir? Çünki mövzu real həyat nümunələri ilə izah edildikdə şagirdlərin marağı artır. Mən bunu götürmüşəm, səhv çıxıb. Çünki müəllim müxtəlif vasitələrdən istifadə etməklə dərsi daha əyləncəli edir. Çünki bilik konkret təcrübədən başlayaraq getdikcə daha müzərrət təsvirlərə doğru inkişaf etdirilir. Çünki mövzuya çoxsaylı nümunələr verdikdə şagirdlər daha az səhv edirlər. D tamamilə yanlışdır, cavab C-dir. Çünki müəllim çoxsaylı nümunələr verməli deyil. Hazır şəkildə verməli deyil, yəni bilikləri. Çünki müəllim anlayışı əvvəlcə sadələşdirir, sonra isə çətinləşdirərək qiymətləndirmə aparır. Baxın, burada birinci həmişə situasiyanı analiz edək də. Müəllim kəsr anlayışını əvvəlcə meyvələrin bölünməsi üzərində göstərir. Nə idi bu? Hər iki. Sonra deyir ki, şəkilli modellərdən istifadə edir, ikonik. Sonra da deyir ki, kəsirlər riyazi işarələrlə simvolik. Bu ardıcıllıqla gedir. C-də də nə deyir? Bilik konkret təcrübədən, hər iki nədir? Özü praktikadan keçirir, özü təcrübə aparır. Konkret təcrübədən başlayaraq getdikcə daha mücərrəd təsvirlərə. Mücərrəd təsvirlər də bu simvollar, simvolikdir. Yəni ki, bu rəqəmlər, kəsirlər, işarələr, bunlar da olur mücərrəd təsvirlər. Yəni ki, bir sözlə də hər ikidən simvolikə. Bunu demək istəyirdi. Sonra Fatimə xanım 13-cü sual. Axşamınız xeyir. Axşamınız xeyir. Oxuyum. Bəli. Eyni mövzu bir hazır təriflərin verilməsinə, digər isə şagirdlərin nümunələr üzrə işləyərək nəticəyə gəlməsinə əsaslanaraq iki fərqli yanaşma ilə tədris olunur. Aşağıdakı fikirlərdən hansı verilmiş öyrənmə yanaşması ilə ziddiyyət təşkil edər? Öyrənmənin əsas məqsədi şagirdlərin təqdim olunan məlumatı dəyişmədən mənimsəməsi və sonradan tətbiq edilməsidir. Mən burada cavab adı, mən E yazmışdım. Aha, baxaq E-yə. E-də isə dil və simvolik ifadələr anlayışların ümumiləşdirməsində mühüm rol oynayır.
bizdə ziddiyyəti istəyir də. Deyir ki, hansı verilmiş öyrənmə yanaşması ilə ziddiyyət təşkil edər? A niyə ziddiyyət təşkil elədi? Deyir, öyrənmənin əsas məqsədi şagirdlərin təqdim olunan məlumatı dəyişmədən mənimsəməsi. Yəni ki, belə deyim də, dəyişmədən mənimsəməsi nə deməkdir? Loru dillə deyim, baxıb üzündən köçürür məsələn. Yəni buna passiv öyrənmə deyilir. Axı şagirdlər araşdırma edirdi, kəşf edirdi, özləri nəticəyə gəlirdi. Ona görə bu ziddiyyət təşkil edir. Zidd nə deməkdir? Əks. Yəni bunun tam əksi. Ona görə cavab A-dır. Amma eyni deyirdik də, dil və simvolik ifadələr var idi. Bəli, aydın. Tosan. Buyurun, 29, Mətanət xanımda 29. Aha. Müəllim buxarlama mövzusunu keçərkən şagirdlərə 2 ayrı qabdakı suyu müxtəlif mühitlərdə müşahidə etməyi, dəyişikliklərlə bağlı səbəblər irəli sürməyi tapşırır. Onlar məqsədyönlü suallardan sonra ümumiləşdirmə aparırlar. Bu dərs prosesində Brunnerin tədqiqat yolu ilə öyrənmə yanaşmasını əks etdirən fikir hansıdır? A. Təcrübə elementinin tətbiqi mövzunun daha yaxşı yadda saxlanmasına xidmət edir. Mən bunu yazmışdım. B. Anlayış şagirdlərin müşahidə və izahları əsasında formalaşır. Müəllim isə biliyin kəşfinə şərait yaradan vasitəçi rolunu icra edir. Cavab budur, amma mən onu anlamıram. Baxın, birinci sualın özünə baxaq. Deyir, müəllim buxarlanma mövzusunu keçərkən şagirdlərə 2 ayrı qabdakı suyu müxtəlif mühitlərdə müşahidə etməyi, dəyişikliklərlə bağlı səbəblər irəli sürməyi tapşırır. Onlar məqsədyönlü suallardan sonra ümumiləşmə aparırlar. Tədqiqat yolu ilə öyrənmədən söhbət gedir. Çünki uşaqlar özləri tədqiqat aparırlar da. Bununla deyir, eyni yanaşmanı göstərən fikir. Niyə B? Anlayış, yəni bu anlayış, şagirdlərin müşahidə və izahları əsasında formalaşır. Deyir də, müşahidə edirlər, sonra müşahidə və izahları. Sonra da deyir ki, dəyişikliklə bağlı səbəblər irəli sürürlər. Onlar məqsədyönlü suallardan sonra ümumiləşdirmə aparırlar. Deməli, bu da var. Müəllim isə biliyin kəşfinə şərait yaradan vasitəçi rolunu icra edir, yəni fasilitator olur. Bəli, çünki deyir, müəllim buxarlama mövzusunda şagirdlərə 2 ayrı qabda su gətirir. Təmin edir də onları. B tam doğrudur. Siz A yazmısınız. Təcrübə elementinin tətbiqi mövzunun daha yaxşı yadda saxlanmasına xidmət edir. Bizdən yadda saxlamanı istəmir, axı anlamanı istəyir. Anlasınlar. Ona görə B düzdür. 29-dan sonra var idi mı? Qısaca bir də bunun üstündən keçək. Jerome Brunner də deyilir, nəysə. Brunner kognitiv öyrənmə və ya tədqiqat əsaslı öyrənmə və ya kəşf yolu ilə öyrənmə və ya belə bir söz də çıxa bilər qarşınıza, konstruktivizm, yəni bilik qurucusu. Bilik qurucusu şagird olmuş olur. Yəni bu terminlər çıxa bilər qarşınıza. Qısaca keçəcəm bir də üstündən ki, indi testləri də işlədik, bir də möhkəmlədək. Nə idi? Dərs bir neçə hissədən ibarət idi. Birinci hissədə deyirdi ki, öyrənmənin deməli modeli nə idi? 3 yolla deyirdi. Birinci, bir mövzunu izah edərkən şagird özü onu tətbiq eləsin. Bu olurdu hərəki. Deyirdi, özü birinci tətbiq eləsin, özü praktikadan keçirsin, təcrübədən keçirsin. Sonra gedirdi, deyirdi, bunu vizual göstər, şəkillərlə, sxemlə, cədvəllə, indi hərənin öz fənninə uyğun. Buna deyirik ikonik. Ən sonda gəlirdik ən yüksək, ən çətin mərhələ, yəni mücərrəd anlayışlara, yəni simvolik. Deyir, bu üçünü ardıcıl şəkildə bir dərsin izahında eləsəz, uşaq həmin dərsə, həmin mövzu daha dərindən başa düşəcək. Bu dərsin birinci hissəsi. Sonra orada var idi spiralvari kurikulum, o da hazırlıq anlayışını təqzib edirdi. Hazırlıq anlayışı Piaget nəzəriyyəsinə aiddir. Piaget deyir ki, Piagetdə 4 mərhələ var da, yaş mərhələləri deyirik. Piaget deyir ki, uşağın yaşı artdıqca məsələn də hansısa mövzunu keçə bilərik və ya hansısa dərsi, termini və s. və axırda başa düşə bilər. Yaş artdıqca. Yəni məsələn, keçən dəfə dediyim cazibə qüvvəsini uşaq 1-ci sinifdə keçə bilməz, 7-də keçə bilər. Amma Brunner
onu təqzib edir. Deyir, "Yo, sən çox böyük səhv deyirsən. Elə şey olmur. Biz istəsək o cazibə qüvvəsini uşaq dilində 1-ci sinifdə də keçə bilərik." Deyir, "Niyə bilikləri qırıq-qırıq keçirik? Niyə biz cazibə qüvvəsini 1-də yox, gəlirik promoy belə riski 7-də keçirik?" Bu düzgün deyil. Elə deyir, 1-ci sinifdə sadə versiyada keç, sonra ta ki 11-ə qədər onu daha, yəni hər sinif qalxdıqca daha da mürəkkəbləşərək, daha da çətinləşərək, uşaq başa düşsün ki, hər il bazamın üzərinə biraz daha baza əlavə olunaraq bunu möhkəmlədirəm. Bu da oldu spiralvari dərinləşən kurikulum. Sonra var idi orada tədqiqat əsaslı kəşf yolu ilə öyrənmə və ya buna induktiv məntiq də deyilirdi. Bu nə idi? Müəllim hansısa bir dərsi keçərkən, mövzunu keçərkən bir fasilitator müəllim rolunu oynayaraq neynirdi? Uşaqlara öyrənmə şəraiti yaradırdı, öyrənmə mühiti yaradırdı. Yəni də həmin mövzu ilə bağlı nəsə resurslar lazımdırsa, təmin edirdi uşaqları, o vannazat söhbəti. Yəni də resursları gətirirdi, buraxırdı uşaqların öhdəsinə. Uşaqlar özləri təcrübədən keçirirdilər, özləri müşahidələr aparırdılar, özləri həmin nümunələri apararaq ümumi bir qaydaya gəlirdilər. Buna da deyirik xüsusidən ümumi qaydaya, yəni induktiv məntiq və ya tədqiqat əsaslı kəşf yolu ilə öyrənmədə deyirik. Dərs bundan ibarət idi. Müəllimin də rolu nədir? Dəstək verən, istiqamət verən, amma dəstək verirsə, həmişə də verməməlidir. Davamlı uşağı izləməlidir, müşahidə eləməlidir. Elə ki, gördü uşaq artıq müstəqil şəkildə işləməyə bacarır, yavaş-yavaş dəstəyi geri çəkməlidir ki, uşaqda müstəqil öyrənmə formalaşsın. Yoxsa ömür boyu dəstək versəm, elə o da ömür boyu məndən asılı qalacaq. Yəni, mənim dəstəyim olmadan heç bir şey eləməyəcək. Amma biz uşaqları müstəqil öyrənməyə təşviq etməliyik. Belə. Yəni dərs bundan ibarət idi. İnşallah ki, qaranlıq qalmadı. İndi bayaq yenə sorğu keçirmişdim. Sorğuda 2 nəzəriyyənin adı çox idi, amma biri o birisini üstələdi. Mənəvi inkişafla emosional intellekt. Söz verirəm, gələn dəfə sorğu keçirməyəcəm, çünki birdən müəllimlərin xətrinə dəyər ki, neçənci dəfədir mənəvi inkişafı işarələyirik, amma onu keçmirsiniz. Niyə keçmirəm? Əslində ən sevdiyim mövzudur o mənim. Sadəcə sorğuda onun adı az işarələnir. Sadəcə bu gün gördüm ki, sizlər əslində başqa-başqa qruplardansınız da, yəni bir neçə ödənişsiz qrup var. Bugün gördüm ki, mənəvi inkişafın adı da çoxdur, amma yenə də ən çoxu Daniel Goleman'daydı. Bugün Daniel Goleman'ı keçirəm, gələn dəfə söz mənəvi inkişafı da keçəcəm. Hətta ən çox sevdiyim nəzəriyyədir, maraqlıdır. Bugün Daniel Goleman, hətta sizə belə deyim, baxın, mən həmişə öz müdavimlərimə də deyirdim, inanın, gedirdilər, imtahanda iştirak elədilər. Mən yazıq deyirdim imtahana qədər. Deyirdim, amma imtahanda özləri şahid oldular. Çünki hər imtahandan çıxdıqca biz belə axşam dərslərinə qoşulub müzakirələr aparırdıq, imtahan suallarına baxırdıq. Hətta mən sonra sizə qruplara göndərərəm. İmtahanda bir ara şübhələnirdilər ki, imtahan suallarını mən hazırlamışam. İmtahanda gedib eyni mənim son zamanlar hazırladığım sınaqlardakı sualları görmüşdülər və çox sevinmişdilər və rahat gəlmişdi onlara. Nəysə, sözümü nəyə gətirirəm? Mən həmişə onlara deyirdim ki, mən bir çox yerdə eşitmişəm, adı çəkməyəcəm. Hətta məşhur təlimçilərin biri dilindən eşitmişəm ki, deyirlər, əşi, nəzəriyyə öyrənməyin, nəzəriyyə onsuz da düşmür. Vallahi yalan söhbətdir. Ya da belə şeylər də çıxır qabağıma. Kurikulumdur da, niyə öyrənirsiniz onu? Onsuz da 1-2 dənə kitabdan düşəcək, qalanı situasiyadır. Məntiqlə yazarsınız. O qədər gülməyim gəlir ki bu şeyə. Qalanı situasiyadır nə deməkdir? Və situasiya ilə o bütün o kitabda öyrəndiklərindir də. Düzdür, mən kitabdan vermirəm, özüm yazıram. Yəni də o öyrəndiklərindir də situasiya. Onu öyrənməsən, sən o situasiyanı necə yaza bilərsən? Sən sadəcə oraya yalandan ata bilərsən, 5-dən 2-si düz çıxa bilər. Yəni, sözümü nəyə gətirirəm? Çox adam deyir, nəzəriyyə düşmür. Yaxşı, nəzəriyyə düşmürsə, niyə nəzəriyyələrin sayı il-ildən artır? Demək ki, düşür. Məsələn, bu il 3 dənə nəzəriyyə artırıblar. 2024-də neçə dənə nəzəriyyə artırdılar? Düşmürsə, niyə artırırlar? Yəni, düşür. Hətta mən bu il imtahana yaxın öz müdavimlərimə elə sınaqlar hazırlayırdım. Onlara deyirdim ki, həmişə, baxın, ay uşaqlar, nəzəriyyə düşmür, bağışlayın, nəzəriyyə düşür, amma sualda, yəni imtahan sualında miqdə yazmır ora, məsələn. Golemana görə bu nədir? Yazmır. Yəni, nə nəzəriyyəçinin adını, nə də nəzəriyyənin adını yazmır. Retqi olar ki,
nəzəriyyəyə özəl bir dənə sual yazsın. Məsələn də bir sual yazır ki, mənəvi inkişaf nəzəriyyəsinə görə hansı variantdır? Retqi olar ki, o retqini də bu il gördük. İmенно mənəvi inkişaf nəzəriyyəsinə özəl bir dənə sual düşmüşdü. Yəni sözümü nəyə gətirirəm? Mən imtahana və onlara elə suallar işlətdim ki, dedim baxın, işlədilər. Dedim baxın, mən burada nəzəriyyə adı yazmışam, yox. Nəzəriyyəçi adı yazmışam, yox. Amma siz bu situasiya sualında tutdunuz temanı ki, bu söhbəti biz hansı nəzəriyyədə keçirdik? Sonra da belə eləyirlər, ayda cavabın 5-i də düz gəlir. 5-i də düz gəlir. Və situasiya odur da, sən bu nəzəriyyələri bilməlisən ki, o situasiyada yazılan sual var ha. Mən o sualı oxuyan kimi deyirəm, bu filan nəzəriyyədən danışır. Həmin cavabı da həmin nəzəriyyəyə görə götürməliyəm. Halbuki sualda mənə nə nəzəriyyə adı çəkilib, nə də nəzəriyyəçi adı. Mən situasiyada gedən prosesdən tuturam söhbəti. Məsələn, bir dənə nümunə çəkim. Bəlkə də bu Karl Dweck nəzəriyyəsini bəlkə də bilərsiniz də, ən asan nəzəriyyədir. Hər ildə imtahana düşür. Açıq qapalı düşüncə. Bax, sual düşür. Uşaq tapşırıq edirdi. Bax, bu situasiyadır da. Müəllim dərs vermişdi, şagird tapşırığı edirdi. Bir dəfə elədi, gördü, bacarmır. 2 dəfə cəhd elədi, bax, cəhd elədi. Gördü, bacarmır. Ondan sonra imtina elədi tapşırığı etməkdən falan filan. Müəllim nə etməlidir? Deyirlər ki, bu situasiyada məntiqlə tap. Bunu məntiqlə tapmaq olmur. Bu konkret situasiyadır və nəzəriyyə sualıdır. Mən burada Karl Dweck adı çəkdim, yox. Dedim düşüncə tərzi nəzəriyyəsi, yox. Sadəcə sual buydu ki, müəllim tapşırıq verir, şagird tapşırığı edir, görür ki, səhv alınır, yenidən cəhd edir. Görür ki, alınmır, dəftəri kitabı bağlayır, tapşırığı yerinə yetirməkdən imtina edir, müəllim bu an nə etməlidir? Orada cavablarda elə cavablar olur ki, həqiqətən də kurikulumu bilməyən, o ki, məntiqlə deyir, yazaram. Həqiqətən də qalır o 5 cavabın içində, ay Allah, hamısı da düz gəlir axı. Sonra da belə düşüncələr olur. Orada 5 cavab da düz olur, çox haqsız insanlardır. İndi mənə görə B cavabı düzdür də, mən niyə onların ağlına görə cavab seçməliyəm? Başa düşmürlər ki, onların ağlına görə deyil, o nəzəriyyə sualdır. Mən öz müdavimlərimə bu il elə bir sual hazırlamışdım, 2 cavab %100 düz gəlirdi və çoxu da səhv cavabı yazmışdı. Dedim, bax elə bununla da biləcəksiniz ki, artıq cavabı necə seçməlisiniz. Cavabın birində yazmışdım ki, müəllim fasilitator rolunu oynayaraq şagirdə istiqamət verməlidir. Çünki sualda deyir, axı müəllim nə etməlidir? İkincidə yazmışdım ki, axı uşaq dedi, daha həvəsdən düşdü, daha cəhd eləmək istəmədi, qapalı düşüncəyə düşüb. Müəllim onu açıq düşüncəyə çəkməlidir. Mənimkilər gedib 90% fasilitator sözünü seçmişdi ki, uşaq tapşırığı edə bilmir, müəllim ona istiqamət verməlidir. Dedim, o deyir, Ahmet düşmə, hamınız düşdünüz. İstiqamətdən keçib, çünki istiqamət anında verilməli idi. Ki, müəllim verməyib, uşaq artıq deyir, cəhd etdi, yenidən cəhd etmək nə deməkdir? Yəni, bir neçə dəfə edib, yenidən cəhd etdi, alınmadı, imtina elədi tapşırıq eləməkdən. Demək ki, qapalı düşüncəyə düşdü. Demək ki, mən cavabı qapalı düşüncə nəzəriyyəsinə görə seçməliyəm ki, vəssalam, ondan da düz cavabım çıxacaq. Yəni, yenə də deyirəm, nəzəriyyə sualları düşür. Bu il hətta o sualları ki, müdavimlər gəlib bizə deyəndə, bir deyirdim, baxın, bu Karl Dweck nəzəriyyəsidir, bu Daniel Goleman nəzəriyyəsidir, bu mənəvi inkişaf nəzəriyyəsidir. Yəni, bir neçə nəzəriyyədən bu il suallar düşmüşdü. Ən çox da hər il düşən Vygotsky, Karl Dweck, Daniel Goleman mənəvi inkişaf nəzəriyyəsindən də çox düşür. Yəni, ən çox bunlardır, demirəm, o birlər düşmür, o birlər də düşür. Ən çox deməyim də, bu 4-ü hər il düşür. Amma o birlər indi ola bilər, məsələn, informatikaya düşər, riyaziyyata başqası düşər, o birisinə başqa nəzəriyyə düşər, belə ola bilər. Bura kimi belə. İndi bugün sizə Daniel Goleman nəzəriyyəsini keçəcəm. Çox gözəl nəzəriyyədir. Hətta onun məndə 500 səhifəlik kitabın özü var Daniel Golemanın. Çox yaxşı kitabdır da. 2 ildə almışam. Hər yay tətili o qədər işim olur ki, o kitabı heç cür oxuyub qutara bilmirəm. Amma sizə belə bir şey deyim ki, inanın, hər şirkət sahibinin %90-ının masa üzəri kitabıdır. Çünki tək təhsil yox, biznes sahəsində olan, bir sözlə də iş adamları bu kitabı oxuyur. Çünki çox faydalı bir kitabdır. İndi biz dərs olaraq, bizim dərsə uyğun olaraq 500 səhifəlik dərsdən cəmi 1-2 səhifəlik bir dərs keçəcəyik. Yəni o kitabın hamısı sizə aid deyil də. Prosta kimsə ürəyi istəsə əlavə öz üçün oxuya bilər.
Deməli, Daniel Goleman nəzəriyyənin adı emosional intellekt də deyilir, emosional zəka da deyilir və ya belə də yazılır. EI. Yəni emosional intellekt. Belə də yazılır. İndi bunun bir hekayəsi var. Əvvəlcə istəyirəm hekayəsini danışım, sonra keçim dərsin özünə. Çox maraqlıdır, yenə də deyirəm. Deməli, bunun hekayəsi necədir? Daniel Goleman universitetdə müəllim işləyir. Elə bil ki, çıxır, evə getməyə hazırlaşır da. Yəni yol gedərkən axşamdır. Axşam nə olur? Tıxac. İnsanlar yorğun, yağış bir yandan yağır. Sifətləri bir dənə düşünün də. İnsanın sifəti necə olur belə qaşqabaqlı, əsəbi, biri sənə bir söz deməsin. Nəsə bu belə gedir dayanacağa. Orada da insanlar elə bunun sifətdə dayanıblar. Birdən bir avtobus gəlir. Qara dərili bir sürücüdür. Hamı avtobusa bir-bir mindikcə sürücü başlayır belə çox belə yüksək emosiya ilə xoş gəlmisiniz, buyurun bu kimi bir qarşılama edir. Hamı məəttəl qalır. İndi düşünün də bir dənə bizim avtobus sürücülərini düşünün. Onlar bizdən betər o sifətdə olur. İndi qınamaq da olmur da, yazıqlar yorğun olurlar. İndi düşünün ki, biri belə qarşılayır bizi. Bir şok olarıq da, bu insana yaxşı belə motivasiyası var. Nəysə, bu bunları belə qarşılayır. Axı yolda tıxacdır. İndi gedirlər, dayanırlar. Sürücü başlayır, tutalım deyirəm də. Məsələn, sağ tərəfdə bir heykəl görür, başlayır o heykəlin tarixi haqqında danışır. Sol tərəfdə bir muzey görür, başlayır o muzey. Bir sözlə də o tıxacda elə qəşəng maraqlı şeylər danışır ki, heç kim orada sıxılmır. Daniel Goleman da bunları müşahidə edir. Bir də görür ki, bayaqdan o hamının o sifəti var idi, qaşqabaq, düşmüş bir sifət, yorğun sifət. Hamının üzündə bir gülüş, hamıda yüksək emosiya. Və Daniel Goleman o gün belə bir qərara gəlir ki, o bəzən deyirik, məsələn, evdə kimsə qrip olanda, iş yoldaşlarımızdan kimsə qrip olanda, sən can o tərəfə otur, virusunu mənə keçirmə, deyir ya. Daniel Goleman deyir ki, mən başa düşdüm ki, sən demə, emosiyalar da virus kimidir, sənin yanında oturanda sənə keçir. Bunu məsəl lori dildə deyirəm. Yəni deyir ki, sənin yanındakı insan, lap sənin kefin yoxdur, çoxlu gülürsə, İstər-istəməz sən də başlayırsan gülməyə. Mən bir dənə Instagramda video görmüşdüm. Deməli bir oğlandır, metroda gedir, belə söykənib, ayaq üstədir də, söykənib, əlində planşetdir, telefondur, hər nədirsə, naushnik taxıb qulağına nəyəsə baxır. İnsan da naushnik taxanda, məsələn, yüksək səslə güləndə özü hiss eləmir axı, elə bilirsən ki, elə yavaş gülürsən. Bir anlıq elə bir girib də o planşetin içinə. Birinci gülür, hamı ona belə tərs-tərs baxır da, yəni bir baxış ki, yəni ictimai yerdə səndə bu nə gülüş baxış, o baxışla. Amma oğlan heç bunları görmür. Oğlan baş qarşı bu planşetdə nə görübsə ona bir qəhqəhə çəkir gülür, bir qəhqəhə çəkir gülür. Bir də baxır ki, oğlan hələ özü işindədir. Yəni bunu kimsə kənardan çəkir. Bir də baxır ki, bütün metroda hamı oğlanın gülüşünə gülürlər. Oğlanın bu temadan xəbəri yoxdur. O başını salıb aşağı planşetin içinə girib. Qulağında naushnik o gülür, qəhqəhə çəkib ürəyə gedib. Metroda artıq hamı onun gülüşünə gülür. Yəni ki, bu nəzəriyyədə yoxdur ya. Bunu da mənim qabağıma çıxan bir videodan özümə nümunə götürmüşəm ki, dərslərdə deyim. Yəni ki, həqiqətən bu hadisə Daniel Golemanın dediyi fikri təsdiq edir ki, həqiqətən də emosiyalar virus kimidir. Yayılır. Ətrafımızdakı insanlara yayılır. Ya da bunun əksini düşünək. Biri gəlir siz ancaq dərdin danışıra, ancaq pis şeylər danışıra. Bir də baxırsan ki, başınız ağrıyır. Yəni nə olub? Bütün neqativ ötürdü sizə. Başınız ağrıyır. Bax, həqiqətən də emosiya virus kimidir. Emosiya nədir? Bizim duyğularımız, hisslərimiz. Deməli, Daniel Goleman deyir ki, biz indiyə qədər elə bilirmişik ki, insanın bir dənə zəkası var. IQ deyirlər, IQ. Deyir ki, biz indiyə kimi eləyə bilirmişik ki, insanın bir dənə zəkası var, IQ zəkada, yəni ki, rasional zəka. Yəni, Azərbaycan dilində rasional zəka deyirlər buna. Rasional zəka, yəni ki, düşünmək, öyrənmək, bu zəkamızdan söhbət gedir. Deyir, sən demə, insanın iki zəkası var imiş. Biri də emosional zəka imiş. Bunu da necə qərara gəlir? Deyir, düşünün ki, bir qadın var, yoldaşı rəhmətə gedib. İndi 3 gün, 5 gün sonra kimsə buna zəng edir. Ay bacı, necə oldun, nətər oldun, neynədin? Deyir, qadın dildə deyir ki, heç nə, yaxşıyam. Amma gözündən yaş gəlir. Onda belə çıxır ki, qadın yalan danışır. Yox. Demək ki, burada insanın iki zəkası var. Yaxşıyam, dillə deyilən rasional zəkadır. Gözündən yaş gəlirsə, duyğulardır da, emosional zəkadır. Özünə cavabdeh deyil də, istəsməz gözündən yaş gəlir.
Nəysə bunları belə qərara gəldi. Ondan sonra axı bu universitetdə müəllim işləyir. Nəzəriyyə yazan əsər yazmır ki, otursun bədahətən nəsə yazsın. Nəzəriyyə yazanlar bunu illərlə təcrübələr aparıb sonra yazırlar. Sübuta yetirməlidirlər axı. Bu nəysə 2 dənə tələbəni göz altına alır. Belə də loru dillə deyirəm. Yəni bunları müşahidə edir hər dəfə. Tələbələrin birinin adı Met, birinin adı Pen olur. Met və Pen. Nəysə, bu 2 tələbə, biri, məsələn, deyək ki, Met, yaxşı oxuyandı, tutalım belə deyək də, 5 alan, qırmızı diplom. Pen isə 4-5 alandı da, bu olsun göy diplom. Nəysə, bunlar universiteti biri qırmızı diplomla bitirir, biri göy diplomla. Biri ancaq 5 alır, çox savadlıdır, amma özündən razıdır. Pen isə 4-5 alandı, göy diplom alır. Amma o deyir səni dilinlə ilanı yuvasından çıxararsan o cür, bunda o cür emosiya var. Yəni aurası çox yaxşıdır. Nəysə, bunlar universiteti bitirdilər, təbii ki, gedirlər, iş yerinə CV verirlər. Çox maraqlıdır ki, Met qırmızı diplomla bitirməsinə baxmayaraq, çox savadlı olmasına baxmayaraq 8 iş yerindən 7-sindən atqaz gəlir buna, istəmirlər. Amma Pen göy diplom alıb, 4-5 alan olub, 8 iş yerinin 7-sindən iş təklifi gəlir. Və hətta deyirlər ki, Penlə işləyən iş yoldaşları o işdə olmayanda onun üçün darıxırlar, yəni yeri görünür. Çünki bu adamın emosiyaları yüksəkdir. Özündən razı deyil, hamı ilə bilir, bacarıq da, o deyir sənə insanın olur ki, çox biliklidir. Bax, elə müəllimlər də var. Alimdir elə bil, professordur elə bil, həqiqətən çox savadlıdır. Gəl ki, qarşı tərəfə ötürə bilmir, bilik var, bacarıq yox. Adamda var ki, elə də savadlı müəllim deyil, amma gəl ki, məsələn də dərsdən qabaq elə hazırlaşıb, onu elə metodlarla ötürə bilir ki, bax, bu ucu bacarıqdır. İndiki dövrün, belə deyim də, adamı. İndiki dövr bizdən artıq bilik istəmir də, yəni təkcə bilik istəmir, bacarıq çox önəmlidir. Nəysə, bu oldu bunun hekayəsi. İndi gəldik dərsə. Tədris prosesində həm müəllimlərin, həm də şagirdlərin akademik bayaq dedim, rasional zəka odur və həyati uğurları üçün emosional intellekt əvəz edilməzdir. Yəni emosional zəka. Aşağıda emosional intellektin hər bir komponentinin 5 komponenti var. Pedaqoji mühitdəki dərindən izahını vermişəm aşağıda və orada sizin üçün mən kitabdan ümumiyyətcə keçmirəm. Adətən Time kitabından keçirirlər də. Yəni bu mən özüm yazıram. Hər birinin altında həm şey yazmışam, nümunə və sonda da testlər yazmışam. Birazdan edəcəyik. Ona görə diqqətlə qulaq asın. Deməli, insanın 5 dənə emosional zəkası var da. Yəni 5 növü var emosional zəkanın. Ən birincisi özünü dərkdir. Əsaslardan biri. Özünü dərk. Yəni insan öz hissini dərk eləməlidir. Öz keçirdiyi hissin adını bilməlidir də. Yəni dərk eləməlidir ki, mən hal-hazırda hansı hissi keçirirəm. Bunu bilməlidir. Niyə keçirirəm? Təkcə adını bilməli deyil ha. O hissi niyə keçirirəm? Onu da bilməlidir. Məsələn, şəxsin öz daxili vəziyyətini, emosiyalarını, yəni hisslərini, duyğularını, güclü və zəif tərəflərini, mənim güclü tərəfim nədir, zəif tərəfim nədir, özümü dərk edirəm də, özümü tanıyıram. Həmçinin bu hisslərin ətrafdakılara necə təsir etdiyini dərindən anlama bacarığıdır. Goleman bunu mənəvi kompas adlandırır. Bu mərhələdə hisslərə ad verilir və onlar kənardan müşahidə edilir. Baxın, insanın çox emosiyaların belə deyim, adları vardır. Bax, ağlamaq var, hisslərimizin adları var. Ağlamaq var, utanmaq var, gülmək var, pərt olmaq var, hisslənmək var. Yəni də bu hisslərin hamısı var. Və bu hisslər bizə təbiət tərəfindən verilib. Və bu hisslərin hər birini bizim yaşamaq haqqımız var. Hər birini də yaşamalıyıq. Utanmalıyıq, ağlamalıyıq, gülməliyik, əsəbləşməliyik. Hər birini yaşamaq haqqımızdır. Amma qədərində. Hətta belə bir söz var ha, su həyatdır, su xeyirdir. Amma onu da qədərində içmək lazımdır. Onu da artıq içsən, o da bir xəstəlik yaradar. Yəni qədərində, bəli, əsəbləşə bilərik, robot deyilik ki, əlbəttə biz də əsəbləşə bilərik. Amma qədərində, vurub dağıtmaq yox. Belə, yəni bir sözlə hisslər, emosiyalar, bunlar hamısı aiddir özünü dərkə. Məsələn deyir, sınaq imtahanında sualları cavablandırmaqda çətinlik çəkən şagird
qəfildən daxilində yaranan panikanı hiss edir. Düşür həmin dəqiqə panika, stres. Özünü dərki yüksək olan şagird bu vəziyyəti analiz edir. Mən hazırda həyəcanlanıram və qorxuram. Yəni qorxur ki, yəni mən niyə bu dəqiqə ürəyim yerindən çıxır? Niyə ürəyim bu dəqiqə panika keçirirəm? Bax bunu tanıyır. Hə, mən niyə yəni həyəcanlanıram və qorxuram? Bu hiss mənim diqqətimi yayındırır. Bax özünü dərk eləyir. Hə. Hissini tanıdığı üçün o problemi həll etməyə bir addım daha yaxınlaşır. Bir addım o deməkdir ki, ikinci addım olan özünü idarə etmədir. Özünü idarə etməklə özünü dərk bir-birinə sıx bağlıdır. Bir insan özünü dərk edə bilməsə, heç vaxt özünü idarə edə bilməz. Hə, deməli bu artıq özünü dərk elədi ki, mən niyə bu dəqiqə əllərim tir-tir əsir? Mənim niyə ürəyim yerindən çıxır imtahan zamanı? Demək ki, mən həyəcan hissi keçirirəm, qorxuram ki, birdən səhv yazaram və bu da mənim diqqətimi yayındırır. Məsələn, miqdən qabaq müdavimlər çox deyir, müəllim, bilmirəm orada nə olacaq. Deyirəm, nə olacaq? Ona görə biz imtahan qabaq çoxlu sınaqlar işləyirik də, heç nə gedəcəksiniz, elə bilin ki, burdasınız. Burada sınaq işləyirsiniz. Niyə həyəcanlanasınız ki? Qeyri-adi nə olur ki? Yəni, onlara belə motivasiya edirdim. Çünki olur, bəzi insanlar imtahan həyəcanından sanki bildiyi hər şeyi unudur. İndi bu da başa düşür ki, mən belə davam eləsəm həyəcan və qorxu ilə bildiyim hər şey mənim yadımdan çıxacaq. Bir də görəcəm imtahan bitdi. İndi bu hissi edir tanıdığı üçün problemi həll etməyə, problem nədir? Həyəcanlanıb baxı, qorxu baxı. Yəni bunları bastırmalıdır da. Bunu həll etməyə bir addım daha yaxınlaşır. Nə edəcək? Hisslərini idarə edəcək. Bu artıq olacaq ikinci addım. Özünü idarə etmə. Deməli, hissləri tanıdıqdan sonra artıq bildi ki, mən həyəcan keçirirəm. Bu bir dənə də nümunə deyim. Məsələn, bəlkə də aramızda var. Lift, nə bilim, metro dayanır, məsələn, xarab oldu reski. Getdiyi yerdə xarab oldu, qaranlıq yerdə dayandı deyə. Ora, nə bilim, qaranlıq, sıx, dar yerlərdə həyəcan keçirən insanlar var. Və yaxud da lift dayandı, xarab oldu, həyəcan, panika, ürək çıxacaq yerindən. Məsələn, bu adam başa düşür ki, lift dayandı, həmin dəqiqə ürək çıxır yerindən, əl-ayaq əsir. Özünü dərk eləyir ki, mən bu dəqiqə bu sinniyə keçirirəm, çünki qorxuram. Bunu dərk elədi. Dərk eləyirsə və bu adam artıq başlayacaq özünü idarə etməyə. Məsələn, deyirəm də, Aysel, özünü ələ al, gözlərimi yum, birazdan düzələcək, 5-10 dəqiqədən sonra gözümü açacağam ki, yenə öz evimdəyəm və sən ilaxır. Bu adam artıq emosiyalarını, keçirdiyi həyəcan hissini idarə edir. Niyə idarə etdi? Çünki dərk elədi ki, mən bu qorxunu niyə keçirirəm? Çünki məndə var bu panika. Lift dayanır, mən panika keçirirəm. Hə, bunu dərk edir və sonra keçir özünü idarə etməyə. Bir sözlə, hissləri tanıdıqdan sonra onları idarə etmək, negativ yəni pis, mənfi deməkdir. Emosiyaların, impulsiv davranışların fəaliyyətə mane olmasının qarşısını almaqdır. Bu, stresli situasiyalarda soyuqqanlılığı qorumağı tələb edir. Bax, məsələn, bayaq liftdə qalan stresli situasiya idi, bayaq imtahanda həyəcan keçirən stresli situasiya idi. Məsələn, səsküylü sinifdə dərs keçərkən müəllim əsəbləşdiyini anlayır, özünü dərk. Yəni, anlayır ki, uşaqlar səs salır deyə mən bu dəqiqə çox əsəb keçirirəm. Lakin qışqırmaq və ya uşaqları cəzalandırmaq əvəzinə dərindən nəfəs alır, emosiyanı idarə edir artıq. Bir neçə saniyə susaraq gözləyir və sakit, lakin qətiyyətli bir tonla diqqəti özünə cəlb edir. Demək ki, vəziyyəti gördünüz necə idarə elədi, özünü necə idarə elədi. Bu da bayaqkıdır. Həyəcanlanan şagird isə sualı kənara qoyub, hansı ki, bayaq imtahanda həyəcanlanırdı ya, sualı kənara qoyub bir qurtum su içərək özünü toparlayır və imtahanı davam edir. Bu da özünü bu cür idarə elədi. Sonra gəlirik motivasiya. Üçüncü mərhələsi motivasiyadır. Motivasiyanın iki növü olacaq, daxili və xarici motivasiya. İnsanı məqsədinə çatması üçün hərəkətə gətirən daxili gücdür. Bəli, daxili motivasiya xarici motivasiyadan çox-çox önəmlidir. Xüsusilə çətinliklərlə qarşılaşdıqda davamlılıq, nikbinlik, daxili təşəbbüskarlıq göstərmək bacarığıdır. Xarici təsirlərdən qiymət, hədiyyə, yəni bunlardan çox fəaliyyətin özündən zövq almağa əsaslanır. Baxın, dedim ki, motivasiya daxili və xarici olur. Daxili odur ki, mən bacaracam, mən öhdəsindən gələcəm, sınağı səhv yazmışam, eybi yox, gedib biraz daha oxuyacam, sıfırdan başlayacam. O nədir? Adam öz-özünü daxilə motivasiya edir. Xarici motivasiya odur ki,
heç oxumaq istəmirəm, amma atamgil mənə söz verib ki, instituta girsən sənə iPhone alacam. Ayda iPhone-un dərdindən oxumalıyam. Hə, bu artıq nəyinsə xətrinə oxuyur. Məsələn, mən ayda heç işləmək istəmirəm. Mənə lazımdır gecə saat 11-ə, 12-yə, 1-ə kimi dərs keçirəm. Uf, amma banklara kredit borcum var, ona görə də işləməliyəm. Bu da xarici motivasiyadır. Əgər bir insan xarici motivasiya olunursa, bu qısa müddətlidir. Çünki bir yerdə bezirsən. Amma daxili motivasiya içində elə bil bitki yetişdirirsən, o daxili motivasiya odur, içində onu yetişdirirsən. Hər gün daha da həvəslənirsən, bacaracağam, öhdəsindən gələcəm, bunu edəcəm. Ona görə deyir ki, daxili motivasiya çox güclüdür. Daxili motivasiya davamlı olur, amma xarici motivasiya müvəqqətidir. Hər ikisi bir yerdə lap yaxşıdır. İndi nümunəyə baxaq. Burada da yazmışam ki, müəllimlərin işə qəbulu sertifikasiya imtahanına hazırlaşan namizəd ilk sınaqdan az bal topladıqda ruhdan düşmür. İndi inşallah bizlər məsələn dərs keçəndə bizim hər ay ödənişli sınaqlarımız olur da, sırf miq səviyyəli. Elə adam olub ki, mənim rastıma çıxıb. Birinci sınaqdıya oktyabr ayında ilk sınağı keçirdirik. Hələ ümumi sınaq deyil, çünki hələ nə qədər mövzu keçmişiksə, istər kurikulum, istər ixtisasdan. Yəni onlardan salırıq da sualları, çünki hələ təzə başlayıblar axı. Qarışıq, situasiya tipli və miq səviyyəsində çətin. Deməli, bu adam olub başıma gəlib. Girib işləyib, oktyabr hələ bir ayda qoşulduğu, gəlir məsələn az bal toplayıb da, vəsyo. Səhəri gün yazım müəllim, haqqınızda halal edin falan filan, mən çıxıram. Deyirəm ki, hara çıxırsınız, nə edəcəksiniz? Müəllim, mən müəllim olmaqdan vaz keçdim, mənlik deyil. Bir də marketdə kassada iş var, işləyiblər, gedib kassada işləyəcəm. İnanın şok yaşamışam ki, insandakı qapalı düşüncəmi deyim, bilmirəm də, yəni mənə görə insanlar bilsiz necə olmalıdır? Ola bilər bəlkə sən bir ay deyirəm, bir il hazırlaşarsan alınmaz, yenə də sıfırdan. Mən çünki eləyəm. Yəni başlayaram da, bəli, bir yerdə bəlkə bir il mən bir yerə hazırlaşıb ora girməsəm, həmin günü bəlkə də 2-3 gün çox pis olacam. Amma mən sonradan toparlayacağam ki, necə yəni, o nədir ki, mən onun öhdəsindən gəlməyim. Özümə onu bilərəm də, belə necə deyim, özümü aşağı kimi bilərəm ki, necə yəni mən bunun öhdəsindən gələ bilmirəm. Bu adam elə həmin ay çıxdı. Yəni baxın, demək ki, bu adamda ruhdan düşmək həmin dəqiqə olur. Daxili motivasiyası yoxdur. Daxili motivasiyası olmayan insan həyatda uğur qazanma şansı çox-çox azdır. Ona görə daxili motivasiya çox-çox önəmlidir. Deməli, o ruhdan düşmür, o səhvlərinə kəsilmək və ya uğursuzluq kimi deyil, İnkişaf imkanı kimi baxır, deyir, ayda, yaxşı ki, bax, bu sınağı işlədim ha, səhv elədim, deməli, mən bildim ki, mənim zəif tərəfim haradır, gedim onları oxuyum. Yəni, hansı kurikulum mövzusunda zəifəm, bunu necə daha yaxşı öyrənə bilərəm deyərək, xarici təzyiq olmadan yenidən kitablara sarılır. Bax, bu olur daxili motivasiya. Sonra gəldik sosial məlumatlılıq, yəni bunun ikinci adı empatiyadır. Bunu öyrənəndə hər iki adı öyrənin. Sosial məlumatlılıq və empatiya. Çünki imtahanda bəzən empatiya, bəzən sosial məlumatlılıq yazılır. Bu türk seriallarına yəni ki, baxırsınızsa ən çox işlənən sözdür, empati qurmaq. Empatiya ümumiyyətlə kurikulumda qızıl sözdür. Çox dərsdə qarşımıza çıxacaq. Hamısında da mənası eynidir. Özünü qarşı tərəfin yerinə qoyub onu anlaya bilmək bacarığı, onun hansı hissləri keçirdiyini anlaya bilmək bacarığı. Bir var ki, özümün hansı hissləri keçirdiyimi anlayıramsa, bu özünü dərkdir. Qarşımdakının hansı hissləri keçirdiyini anlayıramsa, bu empatiyadır. Deməli, başqalarının emosiyalarını, ehtiyaclarını oxumaq, onlarla emosional bağ qurmaq və özünü onların yerinə qoya bilmək qabiliyyətidir. Sinif və ya qrup mühitində ab-havanı hiss etmək bu bacarıqdan asılıdır. Yəni ki, məsələn, biri, nə bilim, pis bir gün keçirir, sən də empatiyası güclü bir insansan, düşünürsən ki, ay Allah, yazıq, nə belə, mən onun yerində olsam belə olardım, dəhşət pis olardım. Və yaxud da özünü onun yerinə qoyub onun nəsə də keyfini açmağa çalışırsan. Çünki onun hal-hazırda hansı hisslər keçirdiyini anlayırsan. Bax, bu olur empatiya. Mənə görə düşünürəm ki, bu dünyada empatiyası güclü olan insanlar çox olsa, o diri dünyanı gözəllik qurtaracaq. Məncə amma empatiya qurtarar. Deməli, müəllim həmişə aktiv olan, lakin bugün dərsdə pasiv və kədərli görünən şagirdin halını hiss edir. Mən başıma gəlib müdavimlərdən, əyani dərslərdə, yəni başıma gəlib.
Onu dərsdə iştirak etmədiyinə görə danlamaq əvəzinə fasilə zamanı yaxınlaşıb, "Bu gün özünü yaxşı hiss etmədiyini görürəm. Sənə necə kömək edə bilərəm?" deyərək onun duyğularını anlamağa çalışır. İnanın ki, başıma gəlib müdavimlər, ən çox əyanilərdə hətta elmlər filialında daha çox gənclər olur da, gənc qızlar, oğlanlar. Çünki 4-cü kurs tələbələr olur. Həmişə dərsə hazır gələn olub ki, bir qız var idi, qəşəng də qız idi. Bir gün görürəm ki, belə gəlib oturub, ancaq pəncərədən çölə baxır. Həmin dəqiqə düşünürəm. 100% bu sevgilisi ilə dalaşıb, bunun xətrinə falan deyib yəqin ki, qoy sıxmayım, bu gün soruşmayım ondan. Çünki biraz da soruşsam, niyə hazır deyilsən, niyə bu gün test eləməmisən? Biraz da dindirsəm ağlayacaq, kövrələcək. Çünki anlayıram ki, o an o hansı hissləri keçirir. O bu dəqiqə mən ona nə dərs desəm, o bu dəqiqə vecinə deyildi. Prosta cismən burdadır. Fikri, zikri məndə deyil. Yəni bir günlük bunu yola vermək olur da. Bu olur yəni empatiya. Münasibətlərin idarə olunması nədir? Həmin dəqiqə ağlımıza qrup işi gəlməlidir, daha çox. Daha çox. Niyə? Çünki bunun açar sözləri var. Açar sözləri nədir? Deməli, ünsiyyət, əməkdaşlıq, sonra liderlik bacarığı, lider harda olur qrup işində? İnandırmaq bacarığı, sosial bacarıqlar. Bax, sosial bacarıq, bunu da deyim, istəsəz qeyd götürərsiniz ekran kaydına baxanda. Sosial bacarıq, qarşınıza situasiya suallarında tez-tez çıxacaq. Bir də belə bir söz, yumşaq bacarıq. Bu da tez-tez çıxacaq. Nədir bunlar? Eyni şeydir əslində. Ünsiyyət, üstəgəl, əməkdaşlıq. Ya da biraz da çətinləşdirsək, kommunikasiya, üstəgəl kooperasiya. Yəni kommunikasiya ünsiyyət və dinləməkdir, kooperasiya da əməkdaşlıq bacarığıdır. Nəysə, bu sözlər bunun açar sözləridir. Aktiv dinləmək, bax dinləmə indicə dedim. Dinləmə nəyə daxil idi? Ünsiyyətə, yəni kommunikasiya bacarığına. Düzgün kommunikasiya qurmaq, kommunikasiya yəni düzgün ünsiyyət qurmaq. İnandırıcılıq, konfliktləri həll etmək, əməkdaşlıq yaratmaq bacarığıdır. Digər 4 komponentin uğurlu tətbiqinin nəticəsi kimi ortaya çıxır. Yəni digər 4 komponent varsa, özündə özünü idarə etmə, motivasiya və empatiya, bu varsa zaten sən düzgün münasibətləri, yəni düzgün idarə etməyi bacaracaqsan. Məsələn, qrup işi zamanı iki şagird arasında fikirlərin haçalanması səbəbindən münaqişə yaranır. Emosional intellekti yüksək olan müəllim tərəfləri günahlandırmadan onları bir araya gətirir. Hər iki şagirdin fikrini aktiv dinləyərək, bayaq dedim ha, dinləmə. Onları ortaq məxrəcə gəlməyə inandırır, inandırıcılıq və komand işinin bərpa olunmasını təmin edir. Yəni münasibətlərin idarə olunması deməkdir. Belə, burada da suallar var. Bunlara heç o qədər də baxmasaz da olar. Prosta indi əlavə eləmişəm. Birinci belə deyim, mövzu ilə bağlı sualınız varmı? Yatmamısınız? Dedim bəlkə məlahətli səsim olar, yatarsınız. Mövzu ilə bağlı sualınız yoxdur. O zaman sınağı işləyək. Birinci sual. Yazın, cavabları yazın. Can, çox sağ olun Leyla xanım. Testlərin işlənməsində hamı fəal, aktiv iştirak eləsin zəhmət olmasa. Deməli, birinci suala baxıram ki, hamı C yazdı. Əhsən, bəli. Hamı C yazdığına görə izah vermirəm ki, aydın oldu yəqin ki. Keçdik ikinci sual. Əlasız, düzdür. 2-də də A-dır. Keçdik üçüncü sual.
Möhtəşəmsiz. Hiss olunur ki, dərsi diqqətlə dinləmisiniz. Düzdür. 4-cü sual. Əlasız, düzdür. 5-ci sual. Beşinci sual. Bilmədimi, A-nı hansına yazmısınız? Beşdə 5-ə qarışıq cavablar gəldi deməli. Çoxumuz A yazdıq, bir neçəmiz C yazdıq. Baxaq niyə belə səhv cavab oldu? Riyaziyyat dərsində şagird çətin məsələni həll edə bilmədiyi üçün ağlayaraq dəftəri kənara atır və məndə heç vaxt alınmır. Mən bunu heç vaxt öyrənə bilməyəcəm deyərək aqressiv reaksiya verir artıq bu. Bu artıq reaksiya verirsə, özünü idarə edə bilmir. Bizə də deyir ki, hansı komponent formalaşmayıb, özünü idarə etmə formalaşmayıb, özünü idarə edə bilmir. Çünki aqressiv reaksiya verir, əsəbləşir. C variant yazanlar düz yazıb. 6-cı sual. Bəli, doğrudur. 6-cı sual Bakı düzdür. 7-ci sual. Əla, doğrudur. 7-də Bakıdır. 8-ci sual. Əlasız, düzdür. 9. Bəli, 9-da C-dır. Elə indi onu deyim. Bəli, emosional bizdən yanlış istəyir də. Emosional intellekt deyir, irsiyyətlə ötürülən əlamətdir. Xeyr, emosional intellekt irsiyyətlə gəlmir. Bu sonradan, zaman-zaman formalaşa bilir. Hətta yazın ki, sonradan dəyişdirilə bilməz. Xeyr, zamanla dəyişdirilə bilər. İstər-istəməz insan özü öz üzərində işləyirsə, əlbəttə dəyişilə bilər. 9C yanlış idi. Və sonuncu 10-cu sualımız. Əla. Bəli, 10-cu sualın cavabı da A variantıdır. Aşağıda da cavabları yazmışam. Sonradan işləmək istəsəz baxarsınız. Belə, sualınız varsa buyurun.
Yenə də deyirəm, aramızda yəqin ki, var elə müəllimlər. Mənəvi inkişaf nəzəriyyəsini yəqin ki, aramızda istəyənlər var idi. Gələn dərs inşallah onu keçəcəyik. Hə, onda sualımız da yəqin ki, yoxdur. Mən sizə testin səhifəsini deyim. Deməli, Daniel Goleman. Hə, səhifə 204. Bunu işləyərsiniz. Siz sağ olun, gecəniz xeyrə qalsın. Hə, videonu yükləyim, ekran kaydını göndərəcəm. Çox sağ olun Jalə xanım, minnətdaram. Siz də sağ olun, hər birinizə çox təşəkkür edirəm. Siz də sağ olun ki, belə ödənişsiz dərs deyəndə çox adam belə şey yanaşır, elə belə. Amma mən elə belə yanaşmıramsa, çox sevinərəm ki, qarşı tərəf də elə belə yanaşmasın. Hə, və sizlərdən də onu görürəm. Adətən əvvəlki illərdə, nə bilim, belə çox pasiv gördüm, mən də çox həvəssiz yanaşırdım o zaman. Amma sizlər də sağ olun ki, diqqətlisiniz, dinləyirsiniz, bilinir ki, əsl öyrənməyə gəlmisiniz. İnşallah növbəti ildə hər birinizdən də, yəni hər biriniz uğur qazanarsınız. Sağ olun, gecəniz xeyrə qalsın.